Salam, hər vaxtınız xeyir. Xəzər rayonu 117 saylı tam orta məktəbin biologiya müəllimi Səfurə Rəhimova. Dərman bitkiləri haqqında ilk məlumatlara hələ eramızdan 6000 il əvvəl qədim Şumerlərin əlyazmalarında rast gəlinir. Bugün alimlər dünya xalqları tərəfindən 21 min növ bitkinin dərman məqsədi ilə, müalicə məqsədi ilə istifadə olunmasını müəyyənləşdirmişdir. Onlardan ən çox yayılanı cirə, gürxətmi, xanım otu, pişik otu, çoban yastığı, zəfəran, əzvay, nanə, yemişan, üskük otu, ada çayı, jenşin, andız, zirinc, pişik dili, boymadərən, dəvədabanı, zeytundur. Bu sıranı çox uzatmaq olar. Hər halda 21 min növ bitkinin müalicə əhəmiyyətinə görə ən çox yayılanlarından danışacağıq. Dərman kimi istifadə olunan bitkilər dərman bitkiləri adlanır. Azərbaycan Respublikası dərman bitkiləri ilə zəngindir. Dərman bitkiləri iki qrupda toplanır. Mədəni və yabanı dərman bitkiləri. Ağac, kol və ya ot şəkilli nümayəndələri olur. Bir çox bitkilərin meyvə, çiçək və ya toxumlarından, digərlərinin isə kök, gövdə və ya yarpaqlarından istifadə olunur. Yabanı dərman bitkiləri çöllərdə, meşələrdə bitir. Bunlara it burnunu, sürvəni, kəklik otunu, andızı, çoban yastığını, çöl qatır quyruğunu, bağa yarpağını aid etmək olar. Mədəni dərman bitkilərinə zəfəran, nanə, boranı, gülünbahar kimi bitkilər aiddir, hansı ki insanlar tərəfindən becərilir. Müalicə məqsədi ilə bir çox kənd təsərrüfatı bitkilərinin müəyyən hissələrindən də istifadə olunur. Məsələn, götürək qarğıdalı bitkisini. Onun saçaqlarının dəmləməsi böyrək xəstəlikləri zamanı istifadə olunur. Heyva toxumlarının suda isladılmasından alınan həlməşik kütlə isə tənəffüs yollarının iltihabı, öskürək zamanı yararlıdır. Balqabaq toxumundan qurd xəstəliklərinə qarşı şəkərli diabetin, ürək-böyrək xəstəliklərinin müalicəsi zamanı istifadə edirlər. Üzüm də müalicəvi bitkiləri sırasındadır. Onun şirəsi ürək-damar sistemi, tənəffüs yolları, mədə-bağırsaq, böyrək xəstəliklərin müalicəsi üçün çox əhəmiyyətlidir. Üzüm doşabından qanda hemoqlobin zülalının azlığı zamanı istifadə olunur. Ağ dutdan hazırlanan doşab, mədə-bağırsaq xəstəlikləri, tənəffüs yollarının iltihabı zamanı istifadə olunur. Dünyada 75 cinsi olan zəfəran bitkisinin Azərbaycanda 5 növü bitir. Adi zəfəran növü Abşeronda uzun illərdir becərilir. Qiymətli dərman bitkisi olan zəfərandan ürək-damar, sinir, ifrazat və cinsiyyət sistemi xəstəliklərində bəzi viruslara qarşı geniş istifadə edilir. Süsən bitkisinin gözəl, iri, ağ və bənövşəyi çiçəkləri var. Təbabətdə əsasən onun kökümsov gövdələrindən alınan dərman əhəmiyyətli yağlar hazırlanır. Azərbaycanda 8 növü bitən gülxətmi bitkisinin ən çox yayılan nümayəndəsi dərman gülxətmisidir. Xalq təbabətində adətən onun çiçəklərindən yuxarı tənəffüs yollarının iltihabını müalicə etmək üçün istifadə edirlər. Zəhərli bitkilərin arasında da dərman əhəmiyyətliləri var. Murdarça, dəlibəng, xanım otu, dəmirov otu, quş üzümü qiymətli dərman bitkiləri olsa da, onlarla qidalanma insanda ağır zəhərlənmələrə səbəb olur. Qafqaz xanım otu Azərbaycanda Qusar, Quba, Şəki, Zaqatala, Qəbələ, Lənkəran rayonlarında, Qarabağın dağlıq ərazilərində bitir. Ondan əsasən mədə-bağırsaq xəstəliklərin müalicəsində ağrı kəsici kimi istifadə edilir. Lakin xanım otu ilə zəhərlənmə zamanı ürək bulanma, qusma, göz bəbəklərinin bərəlməsi kimi hallar baş verə bilər. Odur ki, tanımadığınız bitkiləri dadmaq olmaz. Onlara əl vuran zaman mütləq əllərinizi yuyun. Bəzi bitkilərdən müxtəlif qidalara qatqı kimi istifadə olunsa da, onların əsas becərilmə məqsədi dərman əhəmiyyətli olmasıdır. Sarı kök, zəfəran, darçın, mixək kimi bitkilər gündəlik məişətdə istifadə olunur. Özünüz də bilmədən hər gün dərman əhəmiyyətli bitkilərdən istifadə edirsiniz. Lakin onların miqdarı, orqanizmə xeyir və ya zərər verəcəyini bilmək vacibdir. İstənilən bitkilərdən bu müalicəvidir deyə istifadə etmək olmaz. Bilmədiyiniz dərman əhəmiyyətli bitkidən düzgün istifadə etməsəniz, orqanizminizdə mədə xorasına, təzyiqin artmasına və ya enməsinə, qanın tərkibinin dəyişməsinə, digər xoşagəlməz nəticələrə səbəb ola bilər.
Azərbaycanın rəngarəng təbii şəraiti onun ərazisində xüsusi temperatur və rütubət tələb edən dərman bitkilərini yetişdirməyə imkan verir. Yetər ki, siz onları tanıyıb, fərqləndirib, düzgün istifadə etməyi bacarasınız. Sağ olun, salamat qalın, dərman bitkilərindən düzgün istifadə edin.